Hoş gördük. Elimde gördüğünüz sarı çiçekler zəncirotudur. Türkçədən qara hindiba kimi tanınır. Latınca Taraxum officinalis adlanır. Mən həmişə zəncirotunun kökündən xolesterol əleyhinə istifadə olunan dərman bitkisi kimi danışmışdım. Bu dəfə çiçəyindən danışıram və çiçəyinin çox yaxşı ödqovucu xüsusiyyəti var. Həmçinin insan orqanizmdə metabolizmi sürətləndirir, iştaha yaxşı təsir göstərə bilir və həmçinin ödem atıcıdır. Şişkinlik əleyhinə bitki kimi də tanınır. Zəncirotunun çiçəklərindən götürülür, qurudulur. 3-4 gün ərzində qurudulduqdan sonra həmin bu çiçəklərdən bir ovuc qədər götürürsünüz. Yarım litr qaynar suda dəmləyirsiniz. Dəmlədikdən sonra gün boyu gündə 2-3 dəfə həmin məhlulu yeməkdən əvvəl daxilə qəbul edirsiniz. Zəncirotu çayını içərkən əlavə bal da qata bilərsiniz. Xüsusilə yaz aylarında may balı da belə qata bilərsiniz. Burada biyan, akasiya və cökəni də qatmaq mümkündür. Zəncirotunun çiçəkləri həmçinin insan orqanizmində baş verəcək şiş xəstəliklərində belə istifadə olunan bitkilər aiddir. İstifadə edərkən məsləhət görülür, 2 həftə istifadə edib 10 gün fasilə verəsiniz. Və istifadə müddəti zamanı əgər kimdəsə allergiyaya bağlı tənəffüs problemləri varsa, zəncirotunun çiçəyindən istifadəni məhdudlaşdırmaq lazımdır. Azərbaycanın əksər bölgələrində hal-hazırda da sizin də rastınıza çıxa bilər. Çiçəyi də, yarpağı da, kökü də faydalıdır.